Uzun illər istismar olunan və müasir tələblərə cavab verməyən kanal yenidən qurulur. Mövcud kanalın yerində su tutumu 5 kub metr olan müasir standartlara uyğun yeni beton kanal inşa olunur. Bəyəniyar su anbarının Əlincə çaydan qidalandırılması məqsədi ilə uzunluğu 6550 metrlik kanalın 2300 metr hissəsi artıq tamamlanıb və burada Göydəli-Kəndi ərazisində və işlər sürətlə davam etdirilir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı əsasında icra olunan layihə çərçivəsində kanalın müxtəlif hissələrində ərazinin xüsusiyyətlərinə uyğun fərqli konstruksiyalardan istifadə olunur. Bu isə suyun itkisiz və təhlükəsiz şəkildə ambara çatdırılmasını hesablanıb. Mənbəyi Əlincə çayından götürülən kanalımızın 800 metrası trapez kanalından, 4550 metrası düzbucaqlı kanaldan, 1700 metrası isə diametri 1600 metrlik olan şüşə lifli bordan ibarətdir. Hal-hazırda işlərimiz davam edir və verilən tapşırığı vaxtından əvvəl tamamlamağa planlaşdırmışıq. Kanalın əsas istiqaməti Əlincə çayından Bənəniyar su anbarına qədər uzanır. Tikinti işlərinin mühüm hissəsi isə suyun birbaşa ambara ötürülməsini təmin edən sonuncu mərhələdə həyata keçirilir. Ümumi tutumu 17 milyon kubmetrdən artıq olan Bənəniyar su anbarının fasiləsiz su ilə təmin etmək məqsədi ilə çəkilən kanalın Bənəniyar gölü ərazisi hissəsindəyik və burada xüsusi borular vasitəsilə xəttin çəkilişi davam etdirilir. Artıq kanalın müəyyən bölmələri tamamlanıb, ambara birləşən hissədə də işlərin böyük qismi görülüb. Bununla yanaşı şüşə lifli borların quraşdırılması davam etdirilir. Hal-hazırda 1300 metr düzbucaqlı kanalımızdan çəkmişik, 800 metr trapez kanaldan çəkmişik, sudurulucudan bir 50% işi görmüşük, şüşə lifli borudan da 70-80 metr çəkmişik və işlərimiz də davam edir. Görülən işlərin mərhələli şəkildə tamamlanması ilə kanalın bütün hissələrinin vahid su ötürücü sistem kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Layihənin başa çatdırılması Bənəniyar su anbarının davamlı su ilə təminatına imkan verəcək. Bu isə xüsusilə quraqlıq dövrlərində su təminatının dayanıqlılığının artırılmasına şərait yaradacaq. Anbarın dolması ilə Babək və Culfa rayonlarında minlərlə hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün əlavə imkanlar yaradacaq. Xosrov İbrahimov, Sura Bəşirova, Azər Həsənov, NTV Xəbər.